أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين خالق خلائق الأجمعين الأول الآخر والظاهر الباطن والحي الذي لا يموت ثم الصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام صدق الله العلي العظيم. Əziz və hörmətli möminlər, bugünkü cümə xutbəmizin mövzusu dinin mahiyyəti, din nədir və sair bu kimi məsələlərə həsr olunacaqdır. İndicə diqqətinizə çatdırdığım mübarək ayədə Uca Rəbbimiz Allah yanında həqiqi dinin İslam olduğunu bəyan edərək buyurur ki, Allah yanında din əlbəttə İslamdır. Ümumiyyətlə din dedikdə nə nəzərdə tutulur, nə üçün Uca Rəbbimiz peyğəmbərlər nazil edib, onlara şəriət göndərib və sair bu mövzuları biz bugün Qur'an-ı Kərim və məsumlarımızın hədisləri əsasında təhlil etməyə çalışacağıq. Əvvəla dinin lüğəvi mənası, ümumiyyətlə mahiyyətinin nədən ibarət olduğuna gəldikdə qeyd etmək lazımdır ki, din lüğətdə 30-dan artıq müxtəlif mənaları ehtiva edir. Dinin mənalarından biri cəza, mükafat, borc və sair bu kimi mənalarda işlədilir. Nə üçün bəs din bu mənaları özündə daşıyır? Bunun əsl məğzi, mahiyyəti ondan ibarətdir ki, dinə düzgün riayət etsək, Allahdan mükafat qazanacağıq. Bu mənada din mükafat mənasındadır. Cəza mənasını ona görə daşıyır ki, əgər dini qayda qanunlara düzgün riayət etməsək və yaxud Allahın nazil etdiyi həqiqi dinə itaət göstərməsək, o zaman Qur'anın müxtəlif ayələrində bəyan edildiyi kimi cəza alacağıq. Həm də dedik ki, dinin mənalarından biri də borc deməkdir. Din ərəb dilində borc mənasını ifadə edir. Nə üçün bu mənanı ifadə edir? Ona görə ki, hər bir şəxs Allahın nazil etdiklərini icra etməyə borcludur. Bir növ dini qayda qanunları icra etməkdə bizim Allaha borcumuz var. Biz o borcu qaytarmalıyıq. Din sözünün mənasından dedik ki, biri borc deməkdir. Əgər biz öz aramızda bir-birimizə nəyisə borcluyuqsa, məsələn bir əmanəti, onu qaytarmağa məsuliyyət daşıyırıq. Mütləq şəkildə deyilən zamanda, deyilən vaxtda həmin borcu biz
qarşı tərəfə qaytarmalıyıq. Deməli, din sözü həm də borc mənasını ona görə daşıyır ki, Allaha olan borcumuzu biz gərək Qur'anın, o cümlədən Peyğəmbərimizin müəyyən etdiyi qaydalar əsasında qaytaraq. Bəs dinin əsas məqsədi nədir? Yəni, biz bilirik ki, ilk insan Həzrət Adəmdən bəri uca Rəbbimiz heç vaxtı yer üzünü dinsiz buraxmayıb. Bəs sual çıxır ortalığa ki, dinin məqsədi nədən ibarətdir? Dinin əsl məqsədi, dinin əsl məğzi, əziz möminlər, nəfsin tərbiyəsidir. Qur'an-ı Kərimdə çoxsaylı ayədə, o cümlədən məsumlarımızdan nəql edilmiş bir çox rəvayətlərdə göstərilir ki, dinin əsl məqsədi insan nəfsini, bir sözlə insanları tərbiyə etmək, onların nəfslərini təmizləmək. Nəfs yəni xarakter, nəfs yəni xasiyyət, nəfs yəni düşüncə, nəfs yəni icra etdiyin əməllər. Qur'an dini ona görə nazil edib ki, dediyim bu məsələlərin hamısını biz qayda-qanun çərçivəsində islah edək. Uca Rəbbimiz Şəms surəsində buyurur ki, qad əfləhə mən zəkkəhə və qad xəbə mən dəssəhə. Hər kim öz nəfsini təmizləsə, o mütləq nicat tapacaqdır. Hər kəs öz nəfsini bulaşdırsa pisliklərə, günahlara, o mütləq xar olacaqdır. O mütləq nicatdan, xoşbəxtlikdən geri qalacaqdır. Gördüyünüz kimi bu ayə biz insanlara nəfsimizin tərbiyəsi üçün xüsusi bir göstəriş veribdir. Əgər biz özümüzü təmizə çıxarmasaq, yəni günahlardan çəkinməsək və həmçinin dinin nazil etdiyi, dinin göstərdiyi qayda-qanunlara riayət etməsək, o zaman xoşbəxtlərdən deyil, nəuzubillah, bədbəxtlərdən olmuş olarıq. Həmçinin din təkcə insanların xarakterinin, nəfslərinin düzəlməsi üçün deyil, bununla yanaşı həyati əhəmiyyət daşıyan bir anlayışdır. Yəni, həyat yolumuzu düzgün istiqamətdə qurmağımız üçün uca Rəbbimiz bizə din nazil etmişdir. Bəzən görürsünüz, əfsuslar olsun ki, müxtəlif dövrlərdə kənar mədəniyyətlərdən gəlmiş təsirlər nəticəsində müsəlman dünyasında da, müsəlmanlar arasında belə adət-ənənələr formalaşdı ki, sanki dağlara, daşlara çəkilməklə, mağaralara sığınmaqla dini yaşatmaq lazımdır. Yəni, biri öz nəfsini təmizə çıxarmaq üçün, günahlardan qaçmaq üçün özünü dağlara, daşlara çəkər, mağaralara sığınar, bəzi zikirlər və s. ilə məşğul olardı. Xüsusi ilə də bu kimi məsələlər orta əsrlər dövründə daha çox yayılıb İmam Rıza əleyhissalamın dövründə, yəni 8-ci əsrin sonu, 9-cu əsrin birinci yarısında müsəlman dünyasında sufizm və s. bu kimi adət-ənənələr, necə deyərlər, özünə möhkəm yer elədi. Amma biz Əhl-i Beyt imamlarının həmi hədislərinə baxdıqda, həm də onların həyat tərzinə baxdıqda görürük ki, onlar
bir insanın dağa daşa çəkilib ibadətlə məşğul olmasını, özünü cəmiyyətdən tamamilə təcrid etməsini qəti şəkildə qadağan ediblər. İnsan ictimai varlıqdır, insan cəmiyyətdə yaşamalıdır, həm Allahla olan münasibətində diqqətli olmalı və həm də cəmiyyətlə ünsiyyət qurmalı, cəmiyyətin necə deyərlər, işinə yaramalıdır. Peyğəmbər əleyhissalamın məşhur bir hədisi var, məsciddən çıxarkən öz evinə tələsiyən şəxsə hər addımında savablar vardır deyə buyurmaqdadır. Deməli, bir insanın məsciddə oturması, bütün gününü məsciddə boş bekar keçirməsi, istər ibadət halında olsun, istərsə də qeyri halda. Səhih hədislər onu göstərir və hətta Cümə surəsindəki ayəyə diqqət etsəniz, görərsiniz ki, namazı qıldıqdan sonra yer üzərində ruzi arxasınca dağılışmaq bizə tövsiyə edilir. Bunları ona görə xüsusi olaraq qeyd edirəm ki, bizim dinimiz ictimai dindir. Bizim dinimiz bəzi mədəniyyətlərdə olan adət-ənənələrdən fərqlənir. İnsan zəhmətkeş olmalıdır, insan cəmiyyətdə ruzi qazanmaqla məşğul olmalıdır, insan bir-birinin keyfini, əhvalını soruşmalı, bir-birini, necə deyərlər, yoxlamalıdır, bir-birini ziyarət etməlidir. Dini qayda qanunlarımızın böyük hissəsi demək olar ki, bir insanın ictimaiyyət içərisində özünü necə aparmağına həsr olunubdur. Əgər siz məsumlarımızın həm həyat tərzinə baxsanız, həm onların dediklərinə qulaq versəniz, görərsiniz ki, onların heç biri nə dağa daşa çəkilməyib, nə də öz tərəfdarlarına gedib dağda daşda yaşayıb, fərdi həyat sürməyi tövsiyə etməyiblər. Ona görə də din bizi ən doğru yola yönləndirir, din bizi ictimai varlıq olmağa təşviq edir. Ona görə də bizim üçün ən önəmli məsələ Qur'an və səhih sünnənin bizə buyurduqlarıdır. Uca Rəbbimiz buyurur, İnnə həzəl Qur'an yəhdi lillətihiyə əqvam. Bu Qur'an bir kitabdır ki, sizi ən güclü olan qayda qanunlara tərəf yönləndirməkdədir. Əgər diqqət etmisinizsə, harda əqimus salat sözü varsa, dərhal ardınca və ətuz zəkat ifadəsi var. Namazı qıl, zəkatı ödə. Zəkat iqtisadiyyat deməkdir. Zəkat var dövlət deməkdir. Yəni, namazını qıldın, get var dövlət qazanmağın ardınca, pul qazanmağın ardınca. Bu onu göstərir ki, bizim dinimiz xüsusi olaraq, yenə deyirəm, ictimai bir dindir. Və həmçinin dinimiz həmi özümüz barəmizdə, həmi özümüzün ailəmiz və cəmiyyətimizlə necə rəftar edəcəyimiz haqqında bizə çoxlu tövsiyələr buyurmuşdur. Bu tövsiyələr onu göstərir ki, biz mütləq və mütləq həm də məsuliyyətli və məqsədli yaşamalıyıq. Heç kəs elə düşünməsin ki, o əbəs yerə xəlq edilibdir və yaxud o adamın işi peşəsi ibadət etməklə məşğuldur və yaxud da o adam ibadəti, itaəti buraxıb ancaq dünya qazanmaqla məşğuldur. Bunların hamısı ümumiləşdirilib, hər bir insan öz həyatında həyat tərzinə görə tətbiq etməlidir və əbəs yerə, məqsədsiz yerə yaradıldığını güman belə etməməlidir. Ayə buyurur ki,
"Əfəhasibtum ennema xalaqnakum abasa və ennekum ileynə la turcaun?" Siz elə güman edirsiniz ki, biz sizi əbəs yerə xəlq eləmişik. Siz elə güman edirsiniz ki, siz bizə tərəf qaytarılmayacaqsınız. Bu ayə Qur'an-ı Kərimin Müminin surəsinin 115-ci ayəsidir və ayə onu göstərir ki, bizim həyatımız məqsədli şəkildə yaradılıb, biz boş yerə yaradılmamışıq və yaşadığımız həyata görə də biz mütləq uca Rəbbimizin huzurunda haqq hesaba çəkiləcəyik. Digər mühüm bir məsələ, din bizim həyatımızın bütün sferalarına, bütün necə deyərlər, incəliklərinə diqqət göstərir. Din təkcə ibadət etməklə kifayətlənilməməlidir. Din həyatımızın müxtəlif sahələrində özünü göstərməlidir. Bizim adətimizdə, ənənəmizdə, bir sözlə düşüncəmizdən tutmuş niyyətimizə, niyyətimizdən tutmuş əməllərimizə qədər dini qayda qanunlar gözlənilməli, dini qayda qanunların müqəddəsliyi tapdanmamalıdır. Qur'an-ı Kərim mübarək ayələrin birində buyurur ki, "Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin." Mənim namazım da, qurbanım da, ölümüm də, həyatım da aləmlərin Rəbbi olan Allah üçündür. Bu ayə nə deməkdir? Bu ayə onu göstərir ki, bizim həyatımız da, ölümümüz də, etdiyimiz bütün əməllərimiz də hamısı Allah üçün edilməli, Allaha xatir o işləri biz görməliyik. Və həmçinin din həm də nəsihətdir. Nəsihət o deməkdir ki, sən o verilmiş tövsiyələrlə yaşamalısan. Elə bir nəsihətdir ki, təkcə sıravi bəndələr üçün deyil, eyni zamanda məsumlar üçün də xüsusi bir nəsihətdir. Dinin nəsihət olduğunu mükəmməl şəkildə anlayan və o anlayışlarını mükəmməl şəkildə yaşayanlar məhz məsumlardır. Amma hər birimiz bacardığımız qədər gərək dini göstərişlərə, dini nəsihətlərə riayət edək. Peyğəmbər salavatullah mübarək kəlamlarının birində belə buyurur: "Əd-dinu nəsihətun." Din nəsihətdir. Qilə limən ya Rasulallah. Sahabə sual elədi: "Ey Allahın Rəsulu, din kimin üçün nəsihətdir?" Həzrət buyurdu: "Lillahi və li rasulihi və li kitabihi və lil mələikəti fid-dini və li cəmaətil muslimin." Din peyğəmbərlər üçün, imamlar üçün və bir sözlə cəmiyyətin bütün üzvləri üçün Allaha məxsus olan, Allah tərəfindən göndərilmiş bir nəsihətdir. Peyğəmbərimiz bu ifadəsi ilə bildirmək istəyir ki, dini göstərişlərə, Allah tərəfindən nazil olmuş qayda qanunlara peyğəmbərlər başda olmaqla bütün mələklər və bütün insanlar bacardıqları qədər riayət etməlidirlər. Və həmçinin biz hədislərə baxdıqda, ayələrə baxdıqda görürük ki, din həm də əxlaq mənasını ifadə edir. Yəni, dinə sitayiş edən adam, özünü dindar bilən adam mütləq əxlaqi göstərişlərə ciddi riayət etməlidir. Bəzən görürsən ki, adam özünü zahirən dindar hesab edir, namaz, oruc və s. hamısı yerindədir, amma əxlaqında ciddi nöqsanlar var. Məsələn, söyüş söyər. Məsələn, başqasının, qonşusunun, qohumunun
haqqını gözləməz. Məsələn, aqressivdir, biri yaxınlaşar, bir söz soruşar və yaxud ona qarşı yüngül bir kobudluq eləyər, dönüb ona qarşı çox aqressiv münasibət göstərər. Bunların hamısı əxlaqa ziddir. Bu işləri görən adam özünü heç vaxtı dindar adlandırmasın. Çünki din sözün əsl mənasında başdan ayağa əxlaqdan ibarətdir. İnnəmə bu'istu liutəmmimə məkariməl əxlaq. Mən əxlaqi kamillikləri düzəltmək üçün göndərildim deyə buyurur Peyğəmbərimiz. Quran Peyğəmbərimizə sən əxlaq üzərindəsən deyə buyurur. Peyğəmbərimizin göndərilməsinin nüvəsində, əsasında dayanır. Bu hədis onu göstərir, bu ayə onu göstərir ki, əxlaqdır. Gərək biz əxlaqımızı mükəmməlləşdirək. İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində buyurur, Lə imənə limən lə əmanətə ləhu. Əmanətə riayət eləməyən, əmanətdar, etibarlı, inanılmış olmayan şəxsin imanı yoxdur. Bizə ola bilər bir söz əmanət edilsin və ya bir əşya əmanət edilsin. Əgər deyilibsə ki, bu əmanət səndə qalsın, istər söz formasında, istərsə də maddi əşya formasında, gərək xəyanət etməyəsən. İnnəlləhə la yuhibbul xainin deyə, Allah xainləri sevməz deyə mübarək kəlamlarımız var. İmam buyurur ki, əmanətə riayət eləməyən adam, xəyanətkar adam, belə adamın imanı yoxdur. Və la dinə liman la əhdə ləhu. Əhdinə vəfa eləməyən adamın dini yoxdur. Bir əhdinamə imzalamısan, söz formasında, yazı formasında, gərək əhdinə mütləq riayət edəsən. İmam Hadi əleyhissalamın bir dostu var idi. Bir gün imamla danışdı ki, sabah zöhr namazını qılıb filan məkanda bir-birimizi gözləyək, harasa gedəcəkdilər. İmam əleyhissalam namazını qılar-qılmaz getdi həmən yerə. Bu şəxsin yadından çıxdı. Axşam namazına az qalmış, yadına düşdü ki, bəs imamla vədələşmişdi. Yüyürdü imamın evinə. Ev əhlindən bir nəfər dedi, ağa namazı qılar-qılmaz getdi. Amma bilmədik hara getdi. Şəxs başa düşdü ki, bəlkə də həmən yerə gedib. Yüyürdü həmən yerə, gördü İmam əleyhissalam bir daşın üstündə oturub gözləyir. Ağadan üzrxahlıq edəndə Həzrət buyurdu ki, and olsun Allaha, əgər 3 gün gəlməsəydin, 3 gün burada səni gözləyəcəkdim. Çünki vədənin müddəti 3 gündür. Bax, bu hədis onu göstərir ki, biz əhdimizə nə qədər riayət etməliyik. Bəzən deyirsən, saat 12-də filan yerdə görüşək, 12 olur, 2, 3 və s. Yəni vədə. Bunu ona görə qeyd elədim ki, vədəyə xilaf çıxmaq Allahın bəyənmədiyi və həmçinin böyük günahlardan olan bir əməldir. İmam əleyhissalam hədisinin ardınca buyurur ki, وَلَا صَلَاةَ لِمَنْ لَا يُتِمَّ لِمَا لَمْ يُتِمُّ رُكُوعَهَا وَسُجُودَهَا. O şəxsin namazı yoxdur ki, onun rükû və səcdəsi tamam olmayıb. Rükû və səcdəsi mükəmməl deyil. İmam əleyhissalam bununla bizə bildirmək istəyir ki, namaz qılarkən rükû və səcdələrimizə xüsusi diqqət edək. Çünki rükû və səcdələr namazın ərkanındandır, yəni rükunundandır. Məsələn, bu sütunlar olmasa bu tavan olmaz. Namazın rükû və səcdəsi yoxdursa, İmam əleyhissalam buyurur ki, yoxdur. Namaz özü yoxdur.
Namazın rükû və səcdəsinin mükəmməlliyi də şəriətdə əks olunub. Şəriət kitablarında insan ümumiyyətlə namazı aramla qılmalı, namazın sözlərini düşünərək tələffüz etməlidir. Bəzən insanlar, müsəlmanlar, möminlər özləri də bilmədən elə səhvə yol verirlər ki, o səhvin altında hətta böyük günah gizlənib. Doğrudur, şəxs bilmir onun mənasını. Məsələn, deyirik ki, təşəhhüddə vəhdəhu lə şərikə lə. Burada ləni gərək uzadasan. Lə şərikə lə. Yəni, onun heç bir şəriki yoxdur. Əgər sən orada düzgün riayət eləməsən, nəuzubillah, bilirsinizmi məna nə olur? Allahın şəriki vardır. Deməli, adi bir tələffüz, adi bir yanaşma görün bizi hansı haldan hansı hala sala bilər. Namazımızın içində belə şeylər çoxdur. Ona görə də namaz şəriət kitablarında həm məsumlar tərəfindən, həm də fəqihlər tərəfindən necə tərtib edilibsə, əzizlər, gərək biz o qayda qanunlara da diqqət edək. Çünki özümüz də bilmədən, özümüz də başa düşmədən elə bir səhvə yol vermiş olarıq ki, bizim o səhvimiz bizə, necə deyərlər, baha başa gəlmiş olar. Və həmçinin bayaq diqqətinizə çatdırdığım mübarək ayədə də uca Rəbbimiz İnnəd-dinə indəlləhil İslam deyə buyurmaqla dinin Allah yanında İslamdan ibarət olduğunu bizə bəyan etmişdir. Dinin banisi, dinin göndərəni uca Rəbbimizdir. Əgər biz istəyiriksə ki, həqiqi dindar olaq, gələk İslamın göstərişlərinə, İslamın buyurduqlarına diqqət edək. Biz hədislərə baxdıqda görürük ki, din elə ağılın özüdür. Ağla zidd olan elə bir şey yoxdur ki, dində təsbit olunsun. Hətta ağılı olmayanın dini də yoxdur deyə hədislər varımızdır. Hədislərin birində müttəqilərin imamı buyurur ki, Əd-dinu lə yuslihuhu illəl-aqlə. Dini yalnız ağıl islah edər. Yəni, istəyirsinizsə ki, həqiqi qaydalara, həqiqi şəkildə riayət edəsiniz, yəni İslamın buyurduqlarına doğru, düzgün şəkildə riayət edəsiniz, ağlınızı işlədin. Bir iş gördüyünüz zaman onu emosional hisslərinizə, həvai nəfsinizə deyil, ağlınıza vurun. Görün, ağlınız sizə o mövzuda, o işdə nə deyir? İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində iki növ Peyğəmbərin olduğunu deyir. Buyurur ki, Allahın iki Peyğəmbəri vardır. O Peyğəmbərlərdən biri batini Peyğəmbər, digəri isə zahiri Peyğəmbərdir. Batini Peyğəmbər sizə verilmiş ağıldır. Zahiri Peyğəmbər isə sizə göndərilmiş 124.000 Peyğəmbərdir. Əgər bir şəxsin batini Peyğəmbəri yoxdursa, zahiri Peyğəmbəri də yoxdur. Yəni, ağlı olmayanın dini yoxdur hədisini bu hədislə müqayisəli təhlil etsək, əziz möminlər, yəqin ki, məna və mətləb hər kəsə əyan olar. Ona görə də biz gördüyümüz işlərimizdə mütləq həvai nəfsi istəklərimizi deyil, ağlımızı önə çəkməli və ona görə də hərəkət etməliyik. İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə İmam dinin, yəni İslamın şəxsiyyətin ölçüsü olduğunu
bildirir. Bilirsiniz, hər bir şəxsiyyətin ümumiyyətlə formalaşmasında bir neçə mühüm amil var. Biz bilirik ki, irsiyyət burada rol oynayır, ailə rol oynayır və ictimai mühit, yəni kimlərlə oturub durmağın da burada rol oynayır. Din şəxsiyyətin ölçüsüdür. Dinə nə dərəcədə və necə əməl etməyimiz bizim şəxsiyyətimizin hansı həddə olduğunu bizə bildirir. İmam əleyhissalam mübarək kəlamlarının birində buyurur. Bu hədis qulağımızda sırğa ediləcək bir hədistir. Həzrət buyurur ki, "Lə tənzuru ilə tuli ruku'ir rəculi və sucudihi." Bir insanın rükusunun, səcdəsinin uzun uzadı olmasına baxmayın. Fə innə zəlikə şey'un i'tidadahu fələv tərəkəhu istavhəşə. Ola bilər ki, bir adam uzun uzadı namaz qılır, uzun uzadı rükû səcdələr eləyir. İmam deyir ki, ola bilsin ki, o adamın adətidir. Yəni, adət eləyib namaz qılmağa, adət eləyib namazı uzun uzadı qıla. Bəs ağa nəyə diqqət eləyək? Həzrət ardınca görün nə buyurur? Lizəlikə vəlakin zuru ilə sıdqı hədisihi və ədai əmanətihi. İmam buyurur ki, bir adamın namazına falanına çox diqqət eləməyin, iki şeyə diqqət eləyin. İstəyirsiniz ki, biləsiz o adamın şəxsiyyəti şəxsiyyətdir, o adamın insanlığı insaniyyətdir. Bu iki şeyi onda gözləyin, axtarın. İmam buyurur ki, birincisi doğruluğu, İkincisi isə əmanətə nə dərəcədə riayət etməsi. Deməli, bəzən bizi bir şəxsin namaz əhli olub olmaması, məscid əhli olub olmaması bir o dərəcədə maraqlandırmamalı. Bizi maraqlandıran o şəxsin, İmam buyurur ki, bu iki şeyi onda görsəniz, onun şəxsiyyətli bir adam olduğunu müəyyən edə və onunla dostluq edə bilərsiniz. Bəs dinin nə kimi təsirləri var? Biz bilirik ki, din müxtəlif bölgələrdə, müxtəlif formada cəmiyyətə təsir edir. Bəzən cəmiyyətin özü dinə təsir eləyir. Heç İslamda da bu belədir. Dinə təsir eləyən nə çox qaydalar, qanunlar da var. Dinin biz psixoloji təsirlərinə diqqət eləyək. Məsələn, bir adam dinə bağlı olsa, onun psixoloji vəziyyəti necə olar? Biz hədislərdə görürük ki, birincisi, həqiqi dindar adam çox rahat və aram adam olur. İmam əleyhissalam bu mövzuda dinin həm də vicdan hissi olduğunu bildirir. İmam buyurur ki, əd-dinu yüncəd, din insana şərəf gətirər. Din insana şəxsiyyət gətirər. Deməli, şərəfli insan öz şərafətinə baxıb, öz kimliyinə, öz kişilik deyirlər ona, kişilik cins deyil ha, xarakterdir. Öz kişiliyinə baxıb iftixar hissi keçirir. Din ona psixoloji olaraq öyrədir ki, sənin xarakterin doğrudur, düzgündür. Belə insanlar özlərində aramlıq tapırlar, rahatlıq tapırlar. Çünki heç kəsə yalan danışmayıb, heç kəsin malını mənimsəməyib, heç kəsin ardınca qeybət, söyüş kimi ifadələr işlətməyib, belə insanlarda ruh yüksəkliyi həmişə özünü göstərməkdədir. İkincisi, din insanı ümidsizlikdən xilas edir. Dini olmayan insanlar çox ümidsiz olurlar. Çünki kimə sığınacaqlarını və yaxud da ki, aqibətlərinin necə olduqlarını o insanlar dərk etmirlər. Amma həqiqi dindarlar heç vaxtı ümidsizliyə qapanmazlar. Hətta boğulduqları anda belə mütləq bir qüdrətin onları xilas edəcəklərinə etiqadlıdırlar.
Belə adamlar ona görə də heç vaxtı ümidsizliyə qapanmış olmurlar. Bu mövzuda İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, hər kim Allahın savabına ümid edərsə, ona çatacaq. Hər kim ondan qorxarsa, qorxduğundan amanda qalacaq. Deməli, bu hədis bizə göstərir ki, ümidsiz olmamalıyıq. Allah üçün etdiklərimizin mütləq əvəzini görəcəyik. Üçüncüsü, dinə inanmaq həm də bizdə təvəkkül və güvən hissini yaradır. Bizdə bir arxayınçılıq yaradır. Qabağımızda görsənən müşkül mütləq həll olunacaqdır deyə uca Rəbbimizə təvəkkül etməklə özümüzdə böyük bir güvənc hissinin yarandığının şahidi oluruq. Və həmçinin bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, din həm də müasir termindən desək, stresin, o həddindən artıq olan gərginliyin aradan getməsi üçün xüsusi bir göstərişlərlə nazil olub. Ələ bi zikrillahi tətməinnul qulub. Allahı zikr etməklə bəyəm qəlblər aram olmazmı deyə buyurur uca Rəbbimiz. Deməli, dini qayda qanunlara ölçülü şəkildə, məsumlarımızın göstərdikləri şəkildə riayət etməyi bacarsaq, həm də bizim psixoloji problemlərimiz həll olar. Nəinki fərdi problemlərimiz. Uca Allahı and verək, öz izzəti cəlalına xatir bizi həqiqi dindar bəndələrindən etsin. Uca Allahı and verək, öz izzəti cəlalına xatir bizi göndərdiyi dinin qayda qanunlarına təkcə mükəmməl əməl edən bəndə kimi deyil, həm də axirət dünyasında çox az hesaba çəkilən bəndələrdən qərar versin. Uca Allahı and verək, öz izzəti cəlalına xatir dinimizin dünyada bərqərar olmasına özü qüvvət versin. Vəssalatu vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.